Əziz şagirdlər, ümumiləşdirici tapşırıqlarda diqqət eləyək. Deyir ki, cümlədə altından xətt çəkilmiş sözlər ismin hansı halındadır? Qələbə xəbəri hamını sevindirdi. Qələbənin xəbəri demək olmur, amma bu qeyri-müəyyənlik haldadır. Yəni ikinci tərəf adlıq hal, mənsubiyyət, birinci tərəf yiyəlik hal. Ağac dibindən su içər. Su içər qeyri-müəyyən təsirlik. Bir də ekskursiya maraqlı keçdi. Nə ekskursiya adlıq hallar. Hansı cümlədə təyin fe'li sifətlə ifadə olunur? Bunları təhlil eləmişik. Çayda kiçik qayıqlar gözə dəyirdi. Qayıqlar, hansı qayıqlar kiçik? Burada təyin sifətlə ifadə olunub. Üç idmançı qızıl medalı qazandı. Qazanan kimdir idmançı? Nəyi qazanır medalı? Necə medal? Qızıl. Neçə idmançı? 3. Burada təyinlər say və isimlə ifadə olunur. C-də şiddətli külək işıq dirəyini aşırdı. Nə aşırdı? Külək. Hansı külək şiddətli? Burada şiddətli fikir verirsinizsə, təyin sifətlə ifadə olunub və cavabımız D variantıdır. Tanınmış aktyorlarla görüş keçirilir. Kim ilə aktyorlarla? Necə aktyorlara tanınmış? Burada təyindir. Təyin də fe'li sifətlə ifadə olunub. Mış şəkilçisi ilə işlənib. Söz birləşmələri ilə ifadə olunan cümlə üzvü artırmaqla cümlələri tamamlayaq. Güclü külək ağacın, məsələn, burada verə bilərik də, güclü külək evin pəncərələrini titrədir verə bilərsiniz. Düzdürmü? Ağacın yarpaqlarını titrədir verə bilərsiniz. Görürsünüz, söz birləşməsi tamamlıqdır. Uşaq arı pətəyini, burada məsələn vermək olar da, arı pətəyini bağın ortasına apardı. Uşaqlar bağın ortasına apardılar. Bağın girəcəyini apardılar. Haraya? Vermək olar. Qaranquş ağacın başında, ya nə bilim, vermək olar. Evin damında, ağacın başında yuva qurmuşdu, vermək olar. Babamgil mənzildə yaşayırdılar. Necə mənzildə? Vermək olar ki, məsələn, babamgil yuxarıda yerləşən mənzildə yaşayırlar. Hansı mənzildə? Yuxarıda yerləşən. 5-də mübtada verək, yanğın bölgəsini yola salındı. Kim? Məsələn, Azərbaycan yanğın söndürənləri. Vermək olar. Kim? Azərbaycan yanğın söndürənləri. Acı söz mehribanlığa. Nə verə bilərik bura? Acı söz, belə verək də, mehribanlığa biz xəbər artırmalıyıq bu hissəyə. Demək, burada acı söz mehribanlığa nə artıra bilərik ki bura? 6-cıya. Maraqlı gəldi. Acı söz mehribanlığa, məsələn, həmişə, məsələn, belə yazmayaq, bir dəqiqə. Görək, bunu silə bilirik, silə bilmədik. Bunu belə verək də. Acı söz mehribanlığa bəzən zərbə vurandır. Nədir? Bəzən zərbə vurandır. Yəni, söz birləşməsini ifadə elədik. Sonra, hansı atalar sözlərində söz birləşməsinin birinci tərəfi ayrılıqda cümlə üzvüdür? Artıq tamah baş yarar. Yarar. Nə? Tamah. Necə tamah? Artıq. Biri bu. Sözün doğrusunu zarafatla deyərlər. Nəyi? Sözün doğrusunu. Burada sözün doğrusunu söz birləşməsidir. Birinci tərəfdə elə sözdür. Ayrılıqda işlənməli. Yaxşı söz bağlı qapını açar. Nə söz? Necə söz? Yaxşı söz. Yaxşı söz söz birləşməsidir. Birinci söz müstəqil oldu. Yalan danışan hamını qanmaz bilər. Nə edər? Hamını qanmaz bilər. Kim? Yalan danışan. Bu burada bir yerdədir. Bunu parçalamaq olmadı.
Örtülü bazar dostluğu pozar. Nə pozar? Bazar. Necə? Bazar örtülü. 5. Düzlük xoşbəxtliyin açarı. Nədir xoşbəxtliyin açarı? Nə düzlük? Burada bir yerdə veririk. Keçək növbəti tapşırığa. Şeir parçasında təyinləri seçək. Hər birinin ifadə vasitəsini tapaq. Yəni, təyin görək nə ilə ifadə olunur? Təyinin yerində hansı nitq hissəsi işlənib? Çox keçmişəm bu dağlar. Bu dağlardan nə etmişəm? Keçmişəm. Haradan? Dağlardan. Hansı dağlardan? Bu. Burada təyin əvəzliklə ifadə olunur. Durna gözlü bulaqlardan, eşitmişəm uzaqlardan. Uzaqlardan nə etmişəm? Eşitmişəm. Haradan? Uzaqlardan. Nədən uzaq? Nədən? Bulaqlardan. Hansı bulaqlardan? Durna gözlü. Burada təyin sifətlə ifadə olunub. Sakit axan arazları sınamışam dostu yarı. Nə etmişəm? Sınamışam. Kimi? Dostu. Kimi yarı? Nəyi? Arazları. Hansı arazları? Sakit axan. Burada təyin fe'li sifətlə, fe'li sifət tərkibi ilə ifadə olunur və ya fe'li birləşmə ilə ifadə olunur. Cümlələrdə zərflikləri və onların məna növünü tapaq. Bir saat əvvəl rəfiqələr dəhlizdə nə edir? Söhbət edir. Kim? Rəfiqələr. Nə vaxt, nə zaman? Bir saat əvvəl. Harada? Dəhlizdə. 2 dənə burada yer zərfliyi işləndi. Burada isə zaman zərfliyi. Rəfiqəm məni yola salanda xeyli nə etdi? Ağladı. Ağladı kim? Rəfiqəm. Nə vaxt? Məni yola salanda. Bu zaman zərfliyi işlənib. Və burada isə nə qədər? Xeyli kəmiyyət zərfliyi işlənib. Bu məsələ ilə bağlı müzakirələr ciddi aparılırdı. Aparılırdı nə? Müzakirələr. Nə tərzdə? Ciddi. Tərz hərəkət zərfli işlənir. Daş kəsəkli yol qalanın içərisinədək uzanırdı. Uzanırdı nə? Yol. Haraya dək? Qalanın içərisinədək. Burada yer zərfliyi işlənib. O, dünənki tədbirə məndən incidiyinə görə gəlmədi. Gəlmədi kim? O gəlmədi. Nə səbəbə? Dünənki tədbirdə məndən incidiyinə görə. Bu da səbəb zərfliyidir. Oğlunu görmək üçün hərbi hissəyə nə etdi? Getdi. Getdi haraya? Hərbi hissəyə. Nə məqsədə? Oğlunu görmək üçün. Bu birinci gedir, sonra oğlunu görür. Məqsəd sonradan həyata keçir. Bu da məqsəd zərfliyi olur. Yəqin ki, bu mövzuda yekunlaşdı.